Mozartın simfonik yaradıcılığı. Mozart orkestr üçün çoxlu əsərlər, o cümlədən serenadalar, kassasiyalar, divertismentlər, simfoniyalar bəstələmişdi. 50-yə yaxın simfoniyanın müəllifi idi. Baxmayaraq ki, Mozartın simfoniyaları Haydnın son simfoniyalarından əvvəl yazılıb, bunlar Haydnın simfoniyalarından nisbətən Viyana simfonizminin daha yetkin nümunəsi hesab olunur. Bəstəkarın erkən simfoniyaları hələ serenadaya, divertismentə yaxın idi. Yəni burada səslərin üzü, vəhdəti, tamlığı müşahidə edilmirdi. Yetkin simfoniyalara dək yaratdığı nümunələr içərisində Hafner simfoniyasını, Praqa simfoniyasını qeyd edə bilərik. Mozartın 1788-ci ildə yaratdığı son simfoniyaları bütün simfonik yaradıcılığının yekun olaraq vahid, tam simfonik silsilə nümunəsi kimi qeyd olunur. 39-cu mi bemol major, 40-cı sol minor və 41-ci do major simfoniyası. 40 saylı simfoniya nümunəsində Mozartın bu janrdakı yeniliyi aydın görünür. Bu əsəri çox vaxt Werther simfoniyası adlandırırlar. Çünki Hötenin məşhur gənc Wertherin istirabları əsəri kimi bu da dramatik ehtirasların coşub daşdığı bir tarixi şəraitdə, tufan və təzyiq dövrü mühitində yaranmışdı. Bu səmimi emosionallığı, lirik, dramatik obrazların dolğunluğu ilə heyran edən gözəl əsərlərdən biridir. Silsilənin bütövlüyü də bu əsərdə çox qabarıq nəzərə çarpır. Bu bütövlüyə bəstəkar hansı vasitələrlə nail olur? İlk növbədə hissələr arasında xüsusən 1-ci və 4-cü hissələr arasında bir əlaqə, bağlılıq yaranır. Həm emosional cəhətdən, həm konstruktiv cəhətdən 1-ci və final hissələr arasında ümumilik var. Yəni hissələrin mövzuları arasında intonasiya ümumiliyi bu tamlığı şərtləndirir. 40 saylı simfoniyada 4 hissədən 3-ü sonata formasında yazılmışdır. 41-ci do major simfoniyası isə həcmcə çox böyük olduğuna görə Jupiter adını almışdı. Mozartın instrumental konsert janrında da böyük xidmətləri mövcud olmuşdu. O, klassik formalı konsertin banisi hesab edilir. Onun demək olar ki, bütün alətləri ilə orkestr üçün konsertləri var. Mozart hətta az diqqət yetirilən alətlər valtorna, qaboy, fagot, klarnet və s. kimi orkestr üçün konsertlər yazmışdı. Fortepiano ilə orkestr üçün 2 konsert yaradıb, fleyta və arfa ilə orkestr üçün ikili konserti də mövcuddur. Mozart yaradıcılığında fortepiano əsərləri də mühüm yer tutur. Kiçik yaşlarından mahnı, klavir ifaçısı kimi bütün Avropada məşhurlaşan Mozart bu alət üçün sonatalar, rondolar, variasiyalar, fantaziyalar bəstələmişdi. Onun 4 əllə çalmaq üçün və 2 fortepiano üçün yaratdığı sonata və pyeslər isə fortepiano duetinin erkən nümunələri hesab olunur. Onun fortepiano üçün 19 sonatası mövcuddur. Mozartın yaradıcılığı əsərlər içərisində zirvə nümunələrindən biri də sona çatdıra bilmədiyi tələbəsi Züsmayer tərəfindən tamamlanmış olan Rekviyemidir. Bəstəkarın iri həcmli vokal-instrumental əsərlərinə, yəni xor yaradıcılığına aid olan nümunələr içərisində Rekviyem xüsusi yer tutur. Bu, 12 nömrədən ibarət olan faciəvi əsər hesab olunur. 12 nömrədən 9-u xor, 3 isə solistlər kvarteti üçün yazılmışdır. Bu əsərlərdən başqa Mozartın yaradıcılığı zəngin musiqi irsinə, onun simli orkestri üçün serenadaları, nəfəs alətləri orkestri üçün əsərləri, müxtəlif tərkibli instrumental ansambllar, trioları, kvartetləri, kvintetləri və s.